Buna bax, bəh. Bu Xonçanın şirniyyatlarının ətri məni dəli elədi. Mən gəlmişdim bu Arazı ilişdirməyə, Araz məni ilişdirib qalmışam, buradan çıxa bilməyirəm. Yox, bunlarla dalaşmasam, bunlar məni bankrot edəcəklər. Buna bax, bəh, nə gözəldir. Dalaşmaq lazımdır. Salam əleykum. Salam, xoş gəlmisiniz. Baxın, səsinizi də yazıram. Mənə cavab verin. Siz bu şirniyyatlara nə qatırsınız ki, bu qədər dadlı olur? Düz cavab verin. Çünki bu dəlildir. Çünki bizim məhsullarımız Xonça fabriklərində hazırlanan zaman biz yüksək keyfiyyətli xam maldan istifadə edirik. Buna görə də məhsullarımız keyfiyyətli və dadlı olur. Aha, Xonça fabriki dediniz. Hani burada fabrik var? Burada fabrik yoxdur ki. Onda fabrikdən bura gətirəndə məhsulu yolda nəsə edirsiniz? Ətraflı cavab verin. Bura hamısı dəlildir. Yox, müəllim, siz məni səhv anladınız. Onlar orada yarım fabrikat formasında hazırlanır. Xüsusi standartlara uyğun olaraq biz onları bura gətiririk, amma burada bişirilir, burada yəni istehsal olunur. Amma məsələn bizim təndir çörəklərimiz gigiyenik qaydalara uyğun olaraq onlar elə burada hazırlanır, burada bişirilir, sizə də isti-isti təqdim olunur. Boş yerə bax, bu qədər yaddaşım da getdi. Hər şeyə də cavabınız var. Verin o dadından doyulmayan kəsmikli bulkudan verin. Sonra kişmişli bulkudan verin. Sonra süt çörəyindən verin. Verin də verin. Neçədən verim? Verin hərəsindən 1 ədəd. 2 ədəd verin. Onsuz da gələcəm də, gedib fırlanıb yenə gələcəm də. Bu soyğundur, bu soyğundur. Bu qədər dadlı pişirmək olmaz, İnsanları nəzərə alın. Ay cəmaət, kömək edin, məni soyurlar. Mənə fikir verməyin, siz yığın. Mən onu qışqırmasam rahatlamayacağam ona görə. Bəs bu soyğun deyil, nədir? Amma dadlıdır, dadlıdır.